Salam olsun xalqımızın əziz, dəyərli, qeyrətli, ağsaqqal, ağbirçəklərimizə, qardaş və bacılarımıza. Bildiyiniz kimi bir neçə gün əvvəl bizim dəyərli, namuslu ana bacılarımızı İslam aləminin nuru İmam Hüseyin əleyhissalam, o Hüseyin ki Kərbəlada öz 6 aylıq körpəsini şəhid verdi. Ana bacılarımız da İmam Hüseyin əleyhissalamın ehsan süfrəsi açdıqlarına görə Azərbaycanın vəhşi polis məmur rejimi onları aparıb zindana salıblar. Başlarına oyun açıblar. Dəyərli xalqımız, buna göz yummayın. Olmaz sabah hamımızın qapısına gələ bilərlər və gələcəklər. Susmayın, vəhdət yaradar, bir ola. Görün necə qardaşlar şərlənərək zindanlara salınıb. Bunun axırı hara gedir? Buna yol vermək olmaz. Özümüz dünya görmüş, əziyyət çəkən və şəhid verən xalqı. Vəhşi rejim şəhidlərimizə dəyər vermir. Görün nə qədər şəhidlərimiz var. 15-20% göz qabağındadır. Gördüklərimiz və görmədiklərimizin ailələrindən xəbərimiz varmı? Vəziyyətlərindən xəbərimiz var.